Fitnesçi Hidayət Məhərrəmli Mercedes markalı avtomobili ilə qəza keçirtdiyi anları sosial şəbəkədə paylaşıb. Bugün TV axşamaz saatına istinadən xəbər verir ki, görüntülərdə idmançının maşını sürətlə sürdüyü, sükanı bir əli ilə tutub digəri ilə telefonla çəkiliş apardığı əks olunub. Onun diqqəti yoldan yayınır və maşın bardura çıxır. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev idmançı Hidayət Məhərrəmlinin sükan arxasında telefonla çəkiliş apararkən qəzaya düşməsi və bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib. O qeyd edib ki, hadisə təxminən 2 il əvvəl baş verib. O sükan arxasında telefondan istifadənin istənilən formasının istər danışmaq, istər yazışmaq, istərsə də video çəkiliş aparmaq həm sürücünün öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi risk altına qoyduğunu bildirib. Onun sözlərinə görə, cəmi bir neçə saniyəlik diqqət yayınması belə yolun kənarında dayanan piyadanı, qarşıdan gələn nəqliyyat vasitəsini və ya qəfil yaranan hər hansı təhlükəni görməməyə səbəb olur. Sürücünün gözünü yoldan ayırdığı 2-3 saniyə ərzində avtomobilin onlarla metr nəzarətsiz irəliləməsi isə qəzaların başlıca səbəblərindən biridir. Şöbə rəisi bildirib ki, sükanı tək əllə saxlayıb digər əllə telefonla video çəkmək birbaşa yol hərəkəti təhlükəsizliyinə təhdid yaradır və bu cür davranış bütün hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir. Unutmayaq, sükan arxasında seçim sadədir. Ya telefon, ya təhlükəsizlik deyə qurum rəsmisi vurğulayıb. Hüsniyyə Salmanova, Bugün TV. Nossa,